var. Mən büyükə demişəm ki, bu söhbət bağlanmayınca mən sizlə telefona çıxmayacağam. Mənim əsəb sinir sistemim də yerindədir. Özüm də deyirəm, buyur, eşidirəm. Roma, sənin də, mənim də elədiyimiz hərəkətlər düz hərəkətlər deyil idi. İkimizin də elədiyimiz hərəkətlər. Mən heç ailəsi görməmişəm. Mən yenə deyirəm. Ramin, heç bir halda heç birinin ailəsi narahat olunmamalıdır. Nə mən sənin ailəvi narahat eləməliydim, nə sən mənim ailəmi narahat eləməliydin. Bu düzgün bir şey olmadı. Çünki çərçivədən və ramkadan heç bir vəziyyətdə qırağa çıxmaq olmaz. Bizi də bugünkü vəziyyətlərdə bizim əsəblərimiz gətirdi, bizim bugünümüzü satırdı. Əsəblərimiz gətirdi bizi. Valla mən stoykamı bu cürcəmi saxlamışam. Heç kim, mən də heç stoykamdan çıxmamışam. Stoykamdan çıxsaydım mən bu canlıya gəlməzdim. Stoykamdan çıxsaydım mən bu canlıya gəlməzdim, Ramin. Stoykamdan çıxsaydım mən bu canlıya gəlməzdim. Mən yeri gələndə bu mövzunu səndən WhatsApp-da da danışmışdım. Gör sənə nə deyirəm. Əgər bu günləri canlıya gəldimsə, o cəsarət kimi praşmandovkaların qurbanı olub biz bir-birimizlə bugünkü gündə Valla mən cəsarət söyləməmişəm. Mən əl rəhmə olsun. Ramin, mən sənlə o yayıma qədər münasibətimizdə heç bir regallıq və minusluq yox idi. Bugünkü gündə yeganə minusluq o oldu ki, Rom, ikimiz də bir-birimizin ailələrini narahat elədik. Vanyoka, ikimiz də bir-birimizin ailələrini narahat elədik. Amma biraz fərqimiz o oldu ki, sən belə, mən elə. Çünki bugünkü gündə də mənim durub söyməyim əlbəttə ki, normal bir şeydir. Çünki mənim ailəm narahat olunmuşdu. Ailəm normal bir şey söymək? Ramin, sənin ailənə kimsə yazsa, kimsə eləncə narahatlıq eləsə, Bayramın yazdığı mesaj hələ də mənim telefonumda durur. Kimsə mənim ailəmi narahat eləyəndə, mən özümdən 9 qat çıxaram. Çünki 2 ildir mən TikTok sosial müdafiə platformasındayım. Hələ heç kim mənim ailəmi Yaxşı, onda mən sənə bir dənə sual verim, kişi kimi cavab ver. Ailəvi yazmayınca, bunlar olmayınca, sən məni axtaracaydın, axtarmayacaydın bu bir. Mənim bir dənə məqsədim var idi. Bugünkü gündə bir dənə məqsədim var idi. Bu məsələni yoluna qoyandan sonra mənim özüm sənə zəng eləyəcəkdim ki, mənə bir dənə Bayramı tap ver. Bayramın yazdığı, okey, sən yazmışdın insan kimi, bazı o Bayramın yazdığı, elədiyi o hərəkət, yenə də deyirəm, Bayramın da arvadı var, Bayramın da əhli həyası var, hamımızın əhli həyası var. İstənilən bir vəziyyətdə kişi kişinin ailəsini narahat eləməli deyil idi. Bir dənə söz deyim. Dünya da dağılsaydı, mən səndən sivəzə çıxmasaydım da, heç bir halda nə Bayram, nə də sən insanın ailəsini narahat eləməməliydin. Bir dənə üzr istəyirəm, bir dənə qulaq as. Siz qalxdınız mənə dediniz ki, kişi kimi varız aparar. Dedim, okey, necə? Dediniz ki, qaynana da dedi ki, bizim şəkil orada paylaşmamalı. Dedim, bəli, olmamalı. Özünlə mübarizə apar. Dedim, onda mən də Əli Rəhmov kimi sənlə çıxım sənin arvadını söyləyim, sən də mənim arvadımı, sən də onu məndən əsirə. Sən oradan söyləyim, mən buradan söyləyim. Düzdür? Elə istəyirdiniz. Mən də o kişilərdən deyiləm, qardaş, sizin səviyyəniz üçün. Sonra bir-birimizə barışaq, qardaşlıq eləyək, kələ vuraq, qardaş. Mən o kişi deyiləm. Sırağa gün, mən o kişi deyiləm. Mən gördün, atmadım canlı, bir şey demədim. Mən Orxanla sırağa gün danışanda, mən Orxana dedim ki, Orxan, mən Ramidən incimişəm. Mən bir dənə özümə gəlim, mən onunla danışacağım. Çünki 2-3 gündə baş verən proseslər mənim bütün psixologiyamı pozmuşdu. Xiyar günlər gəlmişdim ki, belə bir dalbinlik heç yerdə yoxdur ki, kiminsə ailəsini narahat eləsinlər, ağır vəziyyət. Kiminsə ailəsini paylaşdırsınlar, ağır vəziyyət. Başa düşənə ağır mövzudur. Başa düşəsə nə demək istəyir? İçimizdən bir dənə bir şimara çıxıb, ailəmizin vəziyyətini beləcə bir pozğun bir vəziyyətə gətirib çatdırır. Hansısa şərəfsiz peysərin balası götürüb cəmaatın ailəsini paylaşıb, plus da ki, hamımız Azərbaycan kişisi erməninin üstünə gedəndə onun arvad uşağının üstünə getmədi. Bugünkü gündə Bayram öz şəxsiyyətinə hörmət eləməlidir ki, hansısa bir Azərbaycan balası Bayram səndən 20 yaş vaxtı ağır verməkdən sən bayramı söylürsən. O sənə 20 yaş vaxtı. Ramin, heç bir vəziyyətdə, heç bir kişi, heç bir məsələdə, yenə deyirəm, sənlə duraram çöldə boğuşaram, dalaşaram, sənin anan bacın gələr, mənim anam bacım gələr, biz ayrılışarıq. Biz əzəldən tərbiyəmiz, əxlaqımız belə olub ki, ana bacı yanında özümüzü yığışdıran bir oğlan olmuş. Bugün mən səndən danışdım ki, Ramin, sırağa gün sənin o canlı yayın performansın ki var idi. Özün bu günləri deyirsən ki, bizim əzizlərimiz hal-hazırda bu canlı yayını izləyir. Bizim sırağa günkü yayınımızı da bizim əzizlərimiz izləyirdi, bizim doğmalarımız izləyirdi. Və bu günləri də əzizlərimiz və doğmalarımız olub. Mənim haqqımda Qabil kimi bir praşmandovka, mənim uzalma pomidor fahişəsini pulluyub, vırma da ağzından, o videonu it gününə qoyub. Kimi sən mənə düşməliysən? Qardaş, adın nə çəksən burada? Yekə kişisən də, yekə oğlan. Sənin göstərdiyin videonu mənə Qabil eləmişdin, hə qardaş? Qabil sənə əla verməyib ki, əlini verməyib sənə ki, əlini. Bu adı çəkmə, qardaş, mənə düşmə lazım deyil. O videonun, Ramin, bir dəqiqə deyəm,
Sən mənim Qabil videomu belə baxanda sən göstərsən. qardaş bir oğlan Hayır, kişidir. Amin, Niyə? sən mənim Bir videomu- dənə qulaq Amin. mən sənə deyim. Niyə? Çünki qabiliyyət böyücünü Avropa adam daşıyıb cəmaatın pulunu atmır. Sən qardaş dediyin oğlan kişidir. Onun yanında o kişidir. Başa Qabil düşdün? bugünkü gündə adam daşımır, qaçqın eləmir. Bu günləri Almaniyada siyasi oturum Haqqında almaq buna danışmaq. istəyən Belə şeylər Qabilin danışmaq. Mən misafirinə öz çıxır. mövzumda danışmaq istəyirəm. Qurban Bugün olsun. Almaniyada siyasi oturum Abi, almaq istəyən dəli Qabilin ola, bir misafirinə dəqiqə, çıxır. qurban ol. Poyaka, Mən- pul qarşılığında mən- Qabilin mən misafirinə siyasətçi çıxır. deyiləm, mən blogger deyiləm. Qabilin rüşvət Mən pop almaqda TV kimi mən konsolum göstərmişəm. İlmançı da Rami. deyiləm. İndi sıravi bir insanım qardaş. Bu izləyicilərdən mənim heç bir fərqim yoxdur. Mən adım Mənə- blogger qoyub sizi kimi Rami. çıxıram TikToka. Ay- Mən onlardan ay- belə haqqında danışmayın qardaş, qurban olum. Mən belə şeylərdə yoxam. Hansı bir siyasi şeylərdə görmüşəm mən çıxam danışam. Kimsə Ramin, ay Ramin, Qardaş, sənin mən öz videonu evimin göstərdiyin, siyasətini aparan adamım. Mən öz sənin evimin. videomu göstərdiyin, onu Qabil eləmişsən. Dəli Sən də oldu. Qabilin Ha, videosunu maraqlı deyil mənə göstərmişsən. kim idi bir. Qabil Necə yəni maraqlı əli deyil? eləyib, Qabil əli eləyib. postuna Qardaş, qoyduğu mən sənə video- bir söz deyirəm də, qardaş Xalaoğlu bir dənə də istir əli eləyib, bəri eləyib. Əli bəli səni götürüb. Əli vəli eləmir, bax onu bir dənə adam eləyib. O da Qabil eləyib. Qabil eləyib onu, bir dənə adam Yaxşı eləyib. ad çəkmə də. Hayır, onu bir dənə Ayşə, adam eləyib. qadan al. Mənə Qabili tanıtdırma. Ya, Qabil mənə nə mən sənin zülmlər, nə üzünü dağlar mən çəkib, deyim, mən özüm yeyim, ona bəs, duruş gətirmişəm. qurban Gir olum, YouTube adam kanalıma sən. Nə baxsınlar. deyirsən? Sən, Ramin, sən Qabilin videosunu göstərdin. Mən də sənə Abi, qayıdıb xahiş deyirəm. edirəm. Qabil o videonu Ay, qardaş, xəşir xahiş gününə edirəm, nə deyim salıb. sənə? Qabil o videonu xəşir Qabil gününə sözünü salıb, göstər, cəmaatın qabağında məni başqa biabır adamlar. elədi. Mən qorxuram, qardaş, qurban olum sən. Mən lazımdır. Mən bu söhbətləri zorla saxlayan adamam, qardaş. Mən Ron, bir dənə sağlığımı qulaq as. qoruya bilməyən adamam. Bir dəqiqə, bir dənə qulaq as. Mən Qabilə 309 kilometr araldayım. Mən Qabilə 309 kilometr araldayım. Bugün Qabilin qabağına 5 metrəsinə hərlənmək olmaz. Bax, mən sənə Bugün bir şey Qabilə deyim. 5 metr əlində pultla gəzir dalbarik. Başa düşdük? Bugün ara Almaniyada siyasi oturum almaq istəyən, bugün Almaniyada siyasi oturum almaq istəyən əlində pul alıb gedir misafirinə qoşulur. Bir başlayır qaçqınlıq oturum almaq. Salma da kişi xahiş edirəm, o kişi. Elə deyil. Niyə mənə- Sənin paylaşdığın Sən video sən Qabilin sən bunu videosu. ki, Qabil Qabilin sən bir dəqiqədə Telegram kanalında qalır həmin o video. Başqa heç bir yerdə yoxdur. Onu ilk dəfədə Qabili paylaşır. Bugünkü gündə mən sənə qayıt demişəm. O videonu xırxəşir gününə salıb cəmaatın arasına buraxdılar ki, məni nüfuzdan salmağa. Məsələ də nə idi? Nəysə, bu söhbəti Prezidentin bağladı xanımını sənə, söymək. qulaq as, Məsələ ay, buydu. qardaş, Ramin. Ha, qardaş, Çıxıb bəsdir də. prezidenti və xanımını söymək olub bəsdir məsələ. də, Əgər mən Ayşə, prezidenti və cavab- xanımını cavab söyməsəydim, Ya, bu da anamınca bu mənə deyəsən poğaz ol. Ha qardaş, qurban nə eləmək istəsən? Qaqa, xahiş Ramin, edirəm. bugün- Danışma Ramin. da bu söhbətləri. Ay qaqa, mənim Ramin. mövzumu danış, başqa. Ramin, elə deyil. Ha, nə har- Elə deyil, Ramin. Bayraq. Qaqa, bu Bayraq, dəli. bayraq. Qardaş, bir dənə deyən. Bayraq. Bayramın dərinə versinlər, o birisini də. Qardaş, sən nə eləmək istəsən ana? Sən dəli, sən özü cücüyə nə qoymusan? Ha qardaş, sənin nə üzrün lazım?